Qazla işləyən maşın sürücülərinədir sözüm. 20 gün ərzində artıq 3-cü maşın idi ki, partlayış və yanğınla üzləşdi. Siz hələ də bu maşınlardan qorxmursunuz? Bax, sual verirəm sizə. Qabaqdan da istilər gəlir. Allah eləməmiş belə aylarda təhlükə daha da böyüyür. İndi bəziləri deyəcək ki, ay qaqa, bəs bu avtobuslarda qazla işləyir də, bəs onlar niyə partlamır? O avtobusları zavod standartlara uyğun düzəldir. Yəni tam qanuni şəkildə istismara verilir. Daha qustar üsulla yox. Sağlamlığınızı təhlükə altına qoymayın, qardaşlar. Həyat bir dəfə verilir. Nağıllardakı kimi 9 canlı pişiklərə verilən kimi yox. Sizə nəsə olsa heç kim gəlib sizə yiyə durmayacaq. Yəni o 3-4 manat qənaət edəcəksinizsə, Allah eləməmiş, hər hansısa bir bədbəxt hadisə baş versə, o 3-4 manat sizə heç bir şəkildə kömək olmayacaq. Valla burada mən heç kəsi, heç bir başqa maşın zad almağa sövq etmirəm. Burada həyati məsələlərdən söhbət gedir. Yəni heç kim də girib bu videonun altına yazmasın ki, bu yenə Çin maşınlarını soxuşdurmaq istəyir bizə. Yəni qətiyyən belə söhbətlərdən ümumiyyətlə burada söhbət gedə bilməz. Yəni Çin maşınlarının alıcısı artıq onsuz da var. Dünən də var, bugün də var və sabah da olacaq. Heç kimə yəni yalvarmırıq ki, Çin maşını alsın. Yəni məndən sadəcə deməkdir. Qalanı isə sizdikdir. Allah hər kəsi qorusun.